Salam dostlar, sizə məlumat verdiyimiz kimi Kür çayının səviyyəsi hər gün artmaqda davam edir. Çayın səviyyəsinin artması nəticəsində artıq sahildəki bir sıra yaşıllıqlar su altında qalıb, yəni su basmasına məruz qalıb. Bu da normal haldır. Belə Kür ətrafı Tuzay meşələri su basmadan əmələ gəlib və artır. Digər məsələsi olur ki, artıq Salyan və Teksalan rayonları arasında, kəndlər arasında su nəqliyyatında yalnız taxta qayıqlardan istifadə etmək. Belə ki, Salyanın Bazar məhəlləsində çay üzərində inşa olunmuş keçən məsafəyə görə istifadə edə bilməyən Teksalan rayonunun bəzi kəndlərinin sakinləri yalnız həmin taxta qayıqlarla Kür çayını keçməyə məcburdurlar. Yəqin ki, bu da müvəqqəti xarakterdir. Amma gəlin razılaşaq ki, bütün hallarda